Prezident İlham Əliyevin Moskvadakı qələbə paradına getməməsi Rusiya-Azərbaycan münasibətlərinə necə təsir eləyəcək? Son bir neçə ildə bu münasibətlərin tez-tez gah sıxlaşıb, gah gərginləşməsi nə ilə bağlıdır? Hazırda Rusiya-Azərbaycan münasibətlərində Tramp izinin aparıcı nüans olduğunu düşünənlər var. Rəsmi Moskvanın dəvətindən sonra bir müddət idi ki, hakimiyyət yönümlü medianın, hökumətin siyasətini dəstəkləyənlərin açıqlamalarından İlham Əliyevin Moskvaya səfər edəcəyi, 10 il fasilədən sonra yenidən qələbə paradına qatılacağı gözlənirdi. Amma məlum oldu ki, İlham Əliyev parada getmir. Bu arada ötən ilin sonu Rusiya tərəfindən vurulan Azal təyyarəsinin qəzası olayından sonra gərginləşən Rusiya-Azərbaycan münasibətləri sonra səngidi. Bir ara daha qarşılıqlı ittihamlar səslənmədi. Əksinə Moskvada keçmiş prezident Heydər Əliyevin abidəsinin təməli qoyuldu. Parlamentin sədri Sahibə Qafarova Rusiyanın dostluq ordeni ilə təltif edildi. Amma bu günlərdə yenə mənzərə dəyişdi. Bir neçə deputat Rusiyanı Azərbaycana kiber hücumlarda suçladı. Rusiya keçmiş prezident Heydər Əliyevlə bağlı tədbirdə iştirak etmək üçün bu ölkəyə yollanan deputat Azər Badamovu deport etdi. 3-cü Respublika Platforması qurucu heyətinin üzvü Araz Əliyev münasibətlərin bu cür dəyişkən olmasını Azərbaycan-ABŞ münasibətləri ilə əlaqələndirir. Araz Əliyevə görə rəsmi Bakı bir tərəfdən Rusiyanın yanında görünməklə Tramp administrasiyasının qəzəbindən ehtiyatlanır, digər tərəfdən də Rusiya kimi güclü bir qonşuya birbaşa zid getməkdə də təhlükə görür. Azərbaycan zaten bugünkü mövqeyi həm də nə qədər düşmən olsa da, nə qədər üzdə mübarizə geçsə də, Qərblə, xüsusilə Amerikadan asılıdır. Yəni, Azərbaycan hakimiyyəti Biden administrasiyasına qarşı münasibəti mənfidir, amma Trump administrasiyasından gözləntiləri çox böyükdür. Bir arada dəyişən oldu ki, Trumpın son dönəm açıqlamaları Rusiyanın əleyhinə oldu. Və belə bir şəraitdə istənilən bir situasiya, hətta Azərbaycan кейsi olsa da olmasa, yenə də 9 may ərəfəsində bir problem çıxacaq və bu problem Azərbaycanla Rusiyanın yenə də əvvəl kimi uzaq olduğunu göstərəcək. Çünki Azərbaycan hər zaman Amerika və Rusiya münasibətində, xüsusilə bu dövrdə balanslı siyasət anlayışının üzərindən çıxış edir. Rusiyaya nə qədər yaxınlaşsa, onun üçün o qədər çətin olacağının fərqindədir. Çünki hər an sanksiya qoyula bilər, hər an onun üzərində belə deyək də. Və üstəlik son dövrlər Amerikada Tom Lantosla belə istiqamətində insan hüquqlarına bağlı dinləmələr də var idi. Və bunlar düşünürəm ki, Azərbaycan hakimiyyətinin bu və digər şəkildə Rusiyanın arasında məsafə qoymağa və daha çox neytral görünməyə sərf edir. Çünki bütün Qərb və o cümlədən Amerika Rusiya ilə mübarizə aparırsa, həmin dövrdə Rusiyanın tərəfində görünmək heç də yaxşı bir addım deyil. Əksinə ondan araya məsafə qoymaq ən idealıdır. Hakimiyyətin ritorikasını bölüşənlər isə bir qayda olaraq Azərbaycanın müstəqil siyasət yürütdüyünü bildirirlər. Elə Milli Məclisin deputatı Aqil Abbas da deyir ki, Rusiya ilə münasibətlərdə Azərbaycan imzaladığı sənədlərə, müttəfiqlik öhdəliklərinə sadiqdir və Amerikanın təsiri altına düşmür. Biz Amerikanın ağzıyla oturup durmuyor, o boş söhbətdən. Biz Amerikanın ağzıyla oturup durmuyor. Müstəqil dövlət, özümüzün müstəqil siyasetimiz var. Möhtərəm prezident həmişə müstəqil siyaset yürüdür. Amerikanın kimlə dostunu, kimlə qardaşını bizə dəxil yok. Rusiyanın Azərbaycanın tərəfdaşdılar. Bu tərəfdən imzalayıb Putinlə İlham Əliyev. Bir balaca olur, söhbət olur, amma hansısa bir gərginliyə geçmir. ABŞ-da Donald Trump administrasiyası hakimiyyətə gələndən sonra Rusiya ilə danışıqlar aparır ki, Ukrayna ilə müharibə sonlansın. Bəzi təhlilçilərə görə də məhz Ukrayna müharibəsinin sonuçları postsovet ölkələrinin, o cümlədən Azərbaycanın Moskva ilə münasibətlərinin gələcəyini müəyyənləşdirəcək.